Salam əziz uşaqlar. Bu dərsimizdə də seriyamızın Model Essays kitabımızın ikinci bölməsinin birinci nümunəsindən baxacağıq. Bu kitabımızda da 50-dən yuxarı 52 sınağımız var və gəlin ilk belə deyək, sınaq deyəndə nümunəmiz. İlk mövzu nə haqda yazılmalıdır? Polislər haqqındadır. Burada gəlin ilk növbədə oxuyaq. Burada da görürsünüz bir neçə punktdan ibarətdir. Buradakı sözlər, söz birləşmələri daha belə deyək, mürəkkəbləşmişdir. Ona görə birinci bölmədəki asan videolarımızı, asan tapşırıqlarımızı izləyin. Daha sonra isə bu ikinci kitabımızın hissələrinə birlikdə baxın. Birinci bölməmizdə polislər haqqında yazıb. Gəlin görək mövzu nədəndir. The job of the police is to make sure that people don't break the law. Polisin işi insanların qanunu pozmamasını təmin etməkdir. They try prevent people from committed crimes. Onlar insanların cinayət törətməsinin qarşısını almağa çalışırlar. If a crime is committed, the police try to find out who did it. Cinayət törəldikdə polis onu kimin törətdiyini öyrənməyə çalışır. When they have a suspect, they arrest them. Şübhəli tapıldıqda onlar həbs edirlər. They ask them a lot of questions. Onlar onlardan çox suallar verirlər. If they have evidence that the suspect committed the crime, they charge them. Şübhəlinin cinayət törətdiyinə dair dəlillər varsa onları ittiham edirlər. The suspect then try to court to find out if they are guilty or not. Daha sonra şübhəlinin günahkar olub olmadığını öyrənmək üçün məhkəmədə mühakimə olunur. A police officer often gives evidence in court against the suspect. Polis məmuru tez-tez məhkəmədə şübhəlinin əleyhinə ifadə verir. And the police officer deal with a lot of different crimes. Polis əməkdaşları deyir, müxtəlif növ, bir çox müxtəlif cinayətlərlə məşğul olurlar. They deal with everything from traffic offense to very various crimes such as murder. Onlar yol hərəkəti qaydalarının pozulmasından tutmuş, qətlə kimi çox ağır cinayətlərə qədər hər şeylə məşğul olurlar. And the job of police officer can be dangerous. Polisdir, məmurların işi təhlükəli ola bilər. Sometimes they are attacked when they are called out to deal with a crime. Bəzən cinayətlə məşğul olmaq üçün çağırdıqlarında hücuma məruz qalırlar. The attacker might have a gun. Hücum edən şəxsin silahı ola bilər onların. The police keep us safe from crime. Police officers are among the most valuable members of the community. We should appreciate them. Biz polis əməkdaşları cəmiyyətin ən dəyərli üzvləri arasında, polis əməkdaşları deyir, cəmiyyətin ən dəyərli üzvlər arasındadır. We should appreciate them. Biz onları qiymətləndirməliyik. Burada gördüyünüz kimi bir mövzu və polis mövzusu haqqında ətraflı izahat verir, bir neçə hətta nümunələr verib onlara aid və biz bunlar haqqında belə deyək, fikirlərimizi yaza bilərik. Məsələn üçün, burada sual düşə bilər ki, do you want to be a police or why not? What is our belə deyək, opportunity or disopportunity of being police? Belə polis olmağın belə müsbət və mənfi tərəfləri soruşa bilər. Burada yeni sözlərimiz var. Yeni sözlərimizdə yeni olmaz. Yəqin ki, sizlər artıq bu sözlərin əksəriyyətini bilirsiniz. Sadəcə olaraq gəlin bəzi sözlərin belə deyək, mənalarına baxaq. Məsələn üçün, prevent nə deməkdir? Qarşısını almaq. I tried to prevent Jack from leaving, but he went away. Jack'in getməsində mane olmağa çalışdım, amma o getdi.
Commit a crime, cinayət törətmək deməkdir. If you commit a crime, you might be sent to prison. Əgər cinayət törətmisinizsə deyə psixanaya göndərilə bilərsiniz. Sonra suspect, şübhəli. Sonrasına daha sonra belə deyək. At first, Calvin was a suspect in the murder case, but police soon found that he was innocent. Əvvəlcə deyir Calvin qətl işindən şübhəlidir, lakin polis tezliklə onun günahsız olduğunu, günahsız olmaq deməkdir, günahsız olduğunu aşkar etdi. And arrest nədir? Həbs etmək, həbs. Sonra burada başqa sözlərimiz də var ki, məsələn üçün charge doldurmaq, daha sonra baxaq bu tərəfdəki sözlərimizə də bax, try, cəhd etmək, belə deyək, çalışmaq. And the man was tried for murder. Deyir ki, kişi qətldə ittiham olunaraq mühakimə olunub. During the trial, a number of different witnesses were called. Məhkəmə prosesi zamanı bir sıra müxtəlif şahidlər dindirilib. Sonra evidence nədir? Sübut deməkdir. So we were sure that biz əmin idik ki Tom had stolen the money, but we had no evidence. Tomun pulu oğurlandığına əmin idik, amma deyir əlimizdə bir sübut, dəlil yox idi. Sonra burada növbəti iki sözümüzə də baxaq. Bu sözləri qeyd edin, öyrənin ki, yeni belə deyək, tapşırığımızda da onlardan istifadə edəsiniz. Give evidence against əleyhinə ifadə vermək. Katie saw the young man attack the old lady. Katie gənc oğlanın yaşlı qadına hücum etdiyini gördü. She had to give evidence against him in court. Deyir ki, o məhkəmədə ona qarşı ifadə verməli oldu. So appreciate nə deməkdir? Qiymətləndirmək deməkdir. Jim's workers work very hard, but he doesn't not appreciate them. Jimin işçiləri çox çalışırlar, amma onları qiymətləndirmirlər. Bəzən belə şeylər də olur. Amma həmişə çalışmaqdan geri qalmayaq. Həmişə çalışaq. İnşallah bir gün belə deyək, öz arzularımıza çatacaq. Bunu həmişə yadınızda saxlayın. Burada isə bizi evə belə deyək də özümüz etməsi üçün bir neçə qəşəng suallar verir. Biz bu suallara cavab yazaraq yeni bir belə deyək, esse yaza bilərik. Nə deyir bizə? Burada suallara cavab verərək hər tərəfli bir nə yaza bilərik? Esse yaza bilərik. Write a composition about the life of traffic police officer. Use the following points to help you necessary. Yol polisi əməkdaşının həyat haqqında bir esse yazın. Lazım gələrsə sizə kömək etmək üçün aşağıdakı məqamlardan da istifadə edin. Yəni bu suallardan istifadə edə bilərsiniz. Əvvəl bu suala cavab yazın. Məsələn, what does the traffic police officer do? Yol polisi əməkdaşı nə edir? 1. Onun nə etdiyin haqqında yazırıq, harda işlədiyi, nələrə kömək etdiyi yazırıq. How does he or she go about from one place to another? Onlar deyir, o bir yerdən digərinə necə gedir? Describe his visuals, yəni onun maşını, nəqliyyat vasitəsini təsvir edin. Bilirsiniz ki, bizdə də yol polislərinin rənglərindən, xüsusi rənglərindən seçilir digər polis maşınlarına. Onu təsvir edə bilərsiniz ətraflı. Who does he run after? Kimin arxasınca qaçır? Give some examples, nümunələr verin. How does he deal with offenders? O cinayətkarlarla necə davranır? Do you think his life is interesting or challenging? Onun həyatı çətindir, yoxsa deyir, maraqlıdır. Do you like to be a traffic police officer? Why or why not? Yəni, baxın, bu suallar da çox maraqlı suallardır ki, hansı ki, bunları ətraflı cavab verdikcə biz artıq nə etmiş oluruq? Essemizi tamamlamış oluruq. Bu suallar da bizə esse haqqında ətraflı düşünməyə kömək edir. Rəy bölmələrimizdə öz yazınızı yaza bilərsiniz və çalışın öz sözlərinizlə yazın, bağlayıcılarınızdan istifadə edin. Əgər videolarımızı bəyəndisə paylaşın və rəylərdə fikirlərinizi yazın və
Əgər bəyənilsə, növbəti dərslərimizdə daha ətraflı və daha maraqlı paylaşımlarla sizə kömək etməyə çalışacağam və yeni esse yazmağın digər yolları haqqında da həm şəkil təsviri, həm də 100 sözlük essenin yazılması haqqında məlumatlar alda bilərsiniz. Və bir də əgər ki biz üçün onlayn dərslərimizə qatılmaq istəyənlər də olur bəzən, onlarsa bu nömrəyə sadəcə olaraq mesaj yazmaqla, burada zəng olmayacaq, 542 47 05 əlaqə saxlaya bilərlər. Okey, sağ olun, uğurlar olsun.